Deməli belə. Uşaqlar, üç bucaqların daxili bucaqları baxın bunlardır. Alfa, beta, o birisi də fi olsun. Bunlara daxili bucaqlar deyilir. Uşaqlar, daxili bucaqların cəmi neçə dərəcə olur həmişə? 180 dərəcə. Bəli, 180 dərəcə. Uşaqlar, üç bucaqların deməli, indi bir də xarici bucaqları olur. Baxın, bu xəttləri uzatsaz, onların xarici bucaqlarını tapmış olarsınız. Əslində, bütün fiqurlar üçün xarici bucaqların cəmi neçə dərəcə olur uşaqlar? 360 dərəcə. Bəli, xarici bucaqların cəmi bütün fiqurlarda 360 dərəcədir. Misal üçün, bu daxili bucağımız 50 dərəcədirsə, bunun qonşusu xarici 130. deyə bəli, 130 olur. Açıq bucaqdır deyə 180-dən 50-ni çıxırsınız, 130. Yaxşı, bunları bilirik. Nuray bildik kızım? Bəli. Tamam. Uşaqlar, indi bunu silirəm. Yazın dəftərinizə. Üçbucağın bir xarici bucağı. Özünə qonşu olmayan. Aha. Üçbucağın bir xarici bucağı. Ona qonşu olmayan. Baxın, üçbucağın bir xarici bucağı. Ona qonşu olmayan iki dənə daxili bucağın cəminə bərabərdir. Yaxşı? Yəni mən Esmira çöldəki x-i tapmaq üçün iki daxili bucağı toplasam yetərlidir. Amma öz qonşusu yox ha. Kənardakiləri həmişə. Toplayanda o xarici bucağı alırsan. Tamam mı Gülay? Gülay, Nuray, Nuran, uşaqlar Kənan. Hasan. Hasan bugün necə sakitdir? Hasan Bey, ne olub sizə? Sakitsiz. Heç nə var. Elə, yaxşı. Uşaqlar, indi bunu silirəm. Gəlin davam eləyək. Uşaqlar, üçbucaqların tərəfləri ilə bucaqları düz mütənasibdir. Bunu yadınızda saxlayın. Üçbucağın tərəfləri necə? Böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında kiçik bucaq. Bəli, tamamilə doğrudur. Yazın dəftərinizə. Böyük tərəf qarşısında böyük bucaq, kiçik tərəf qarşısında kiçik bucaq durar. Həmişə. İndi əgər sizə şərtdə alfanı betadan böyük, betanı da fidən böyük versə, onda alfanın qarşısında durduğu tərəf, betanın qarşısında durduğu tərəfdən böyük, bu da fi'nin qarşısında duran tərəfdən böyük olmalıdır. Yəni C-dən. Yaxşı? Yəni böyük bucaq qarşısında böyük tərəf, böyük tərəf qarşısında böyük bucaq durar həmişə. Kənan və Mələk, açın kameralarınızı. Bunu silirəm. Uşaqlar. Uşaqlar, deməli, ixtiyari üçbucaqda perimetri tapmaq üçün nə edirlər? Toplayırlar. Bəli, üç tərəfi də toplayırıq. Perimetri tapmaq üçün. Nərmin qızım, Nurayım yazın. Perimetri tapmaq üçün üç tərəfi də toplayırıq. İndi yazın dəftərinizə üçbucaq bərabərsizliyi. Nərmin yazmışsınız onu. Üçbucaq bərabərsizliyi. Üçbucaq bərabərsizliyi. Üçbucaq bərabərsizliyi. Uşaqlar, üçbucağın bir tərəfi, baxın, üçbucağın bir tərəfi həmişə diğer iki tərəfin cəmindən qalacaq. Fərqindən isə böyük. Ay, sağ olun. Tamam mı? Üçbucağın bu qurulmasının qaydasıdır ha. Bir tərəfin uzunluğu həmişə diğer iki tərəfin uzunluğunun cəmindən balaca.
Fərqindən isə böyük olmalıdır, tamam mı? Tamam. Sileyim bunu. Tamam. İndi bunu silək. Gəlin davam eləyək. Deməli, qoçaqlar, indi baxın, məsələ nədən ibarətdir? İndi bir dənə üçbucaq çəkirəm. Uşaqlar, bu üçbucağın tərəfi A santimetr olsun və bu tərəfə çəkilən hündürlük B santimetr olsun. Hündürlük H olsun. Niyə B olur? Bir dəqiqə. Həbsi. Deməli, uşaqlar, tərəf, üçbucağın baxın tərəfi və tərəfinə çəkilən hündürlüyü verdim. Sahəni soruşuram. Sahə necə tapılır? A vur B bölse İxtiyari üçbucaqda AH bölünsün 2. Tərəfə çəkilən hündürlüyə vurub 2-yə bölürsünüz. Tamam mı? Sahəni tapmaq üçün. Bu ixtiyari üçbucaqda belədir. Bəs bərabər tərəfli üçbucaqda necə görəsən? Uşaqlar, bərabər tərəfli üçbucaqda bilirsiniz ki, üç tərəf də bir-birinə bərabərdir. Əgər üç tərəf bir-birinə bərabərdirsə, hər bir bucaqda 60 dərəcə olur. Ha, 60, 60, 60. Tamam mı? Hətta buna düzgün üçbucaq da deyirlər. Düzgün üçbucaq da bərabər tərəfli üçbucaq deməkdir. Tamam mı? Deməli, uşaqlar, bəs görəsən, bərabər tərəfli üçbucaqda ən vacibi budur ha. Sahə necə tapılır? Kim deyər görəsən? tərəf bölü tərəf. A kubun 2'ye böleriz. Yox. A'nın kvadratı vurulsun kök hatta 3 bölünsün 4. Düstur budur. Əzbər 11-ci sinifə qədər. Hətta 11-ci sinifin ən axırıncı dərsi var. Çox üzlülər. Onda belə bu lazımdır bizə. Yəni A kvadrat kök 3 bölü 4'ü bilməlisiniz. Bərabər tərəfli üçbucağın sahə düsturudur. Yalnız bərabər tərəfli üçbucağın, ha. Uşaqlar, bərabər tərəfli üçbucaqda hündürlüyün də düsturu var. Hündürlüyün də tapılış düsturu var. İndi heç bunlara ait sual yoxdur bu kitabda 9 illikdə. Amma imtihana düşür. Ehtiyatlı olun. Deməli belə. Hündürlüyün düsturu A kök hatta 3 bölünsün 2 ilə hesablanır. Hündürlüyün düsturu budur. Və bərabər tərəfli üçbucaqda yazın dəftərinizə. Bərabər tərəfli üçbucaqda təpə bucağından çəkilən hündürlük, median və Tənbələn bərabər olur. üçü də bir-birinə bərabərdir və hər üçü A kök hatta 3 bölünsün 2 ilə hesablanır. Bir daha tekrar edebilirsin. Əlbəttə qızım. Yalnız bərabər tərəfli üçbucaqda hündürlük, median və tənbölən üçü də bir-birinə bərabərdir və A kök hatta 3 bölü 2 ilə hesablanır. Üçü də. Yəni o üçü birində qaydası. Elə bir reklam var idi. Neyse. Deməli belə. Nescafe 3'ü birinde. Bəli, bəli. Hündürlük, median, tənbələn bacıları. Üçü də bir-birinə bərabərdir. A kök hatta 3 bölünsün 2 ilə hesablanır. Tamam. Seyyərəcim. Başa düşdün? Bəli, başa düşdüm. Gəlin indi araşdıraq. Bu hündürlük, median, tənbələn nədir? Maraqlıdır. Deməli. Uşaqlar. Tənbölən nə qarır? Bucağı yarıya bölür. Bucağı yarıya böleriz. Bəli, bucağı yarıya bölür. İndi bir dənə bir şey deyirəm sizə. Yazın dəftərinizə tənbölən qaydası və bu şəkli çəkin. İxtiyari üçbucaq üçün deyirəm ha bunu. Bərabər tərəfli üçün demirəm. Yəni bərabər tərəfli də içində gedir.
Tutaq ki tərəfləri A-dır, B-dir. Hündürlüyü də onu iki hissəyə ayırdı. M və N olsun. A bölünsün M bərabərdir B bölünsün. Nice. Uşaqlar, əgər deməli, tənbölən varsa, bunun buna məsələsi. Deməli, Bence YouTube'da bir tane müəllim var. Evet. Yine izah eləyir. A-nı bölürsünüz M-ə, A böl M bərabərdir B bölünsün N-ə. Yaxşı? Bunun. Yazın görək. Uşaqlar, bu sahə üçün də keçərlidir, ha. Tutaq ki, bunun sahələri iki müxtəlif hissəyə bölündü. Yadınızda saxlayın. Sahələrin nisbəti də elə tərəflərin nisbətinə bərabərdir. Ya A böl B-yə, ya da elə M bölünsün N-ə. Tamam mı? Nigar, Esmira, Nuray, Nərmin, Nigar, Nuran, deməli belə. Nə qədər n-la başlayan adam adı var ha burada. Boy. Əvvəlki qrupda Səkinə, daha sonra kim idi? Səkinə, Mədinə, hamısı ə-lə bitirdi digər qruplarda. Deməli belə, yaxşı. Səyyarə bu qayda qanuna uyğunluqdan kənardır. Bunu sileyim uşaqlar. Yazdınız da bunu. Bir dənə bir şey deyim ki, bu xət tənbölən deyil də ixtiyari bir düz xət olsaydı belə, yenə də sahələrin nisbəti tərəflərin nisbətinə bərabər olacaqdı. Tamam mı? İxtiyari belə olsaydı, o tənbölən deyildi, ixtiyari düz xət olsaydı, yenə də o qayda keçərlidir. Sahələrin nisbəti tərəflərin nisbətinə bərabərdir. Uşaqlar, bunu silirəm. Uşaqlar, bu tənbölənin özünün də tapılışının bir düsturu var. Bu tənbölənin özünün də bir tapılma düsturu var. Tənböləni necə tapırıq görəsən? Uşaqlar, tənbölənin kvadratı bərabərdir tərəflərin hasillərinin fərqinə. Yəni A vur B çıxılsın M vur N. Tamam mı? Tənbölənin kvadratı hasillərin fərqinə bərabərdir. Bunlar 11-ci sinifə qədər gedəsi qaydalardır. Ha, bloka belə gedir. Ehtiyatlı olun. Üçbucaqlar mövzusu həndəsənin giriş mövzusudur. Üçbucaqları ki, kim super qəşəng bildi. Bütün elə bilsin ki, həndəsəni bildi da. Yəni o dərəcə. Üçbucaqlar ən vacib mövzudur. Deməli belə, bunu silirəm. Allah xoşbəxt eləsin. Keçək median söhbətinə. Uşaqlar, median neyniyir tərəfi? Yarıya bölür. Median tərəfi yarıya bölür. Ha, misal üçün ümumi uzunluğu 20 idisə, onun iki hissəyə ayıracaq. Uşaqlar, 3 dənə median çəkmək mümkündür. Bu medianlar Bəli, bu medianların kəsişmə nöqtəsi var, ha. Gəlin buna O mərkəzli deyək. Həmin nöqtənin adı ağırlıq mərkəzidir. 2-3 il bundan qabaq düşmüşdü imtahanı. Çox uşaq bilməyib ağırlıq mərkəzi nə deməkdir. Ağırlıq mərkəzi medianların kəsişmə nöqtəsidir. Mən sizə qaydaları full keçirəm, ha. Heç 9 illikdə